Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 3-cü sinif riyaziyyat yarpaq testi Çınar yayınlarına məxsusdur. Test 25-i izah edəcəm. Bundan əvvəlki videoda test 24-ə qədər, yəni səhifə 52-də daxil olmaqla hər birini yerləşdirmişəm. İndi isə gəlin test 25-dən səhifə 53-dən başlayaq. Burada 8-ə, 9-a və 10-a vurma B variantıdır. Cədvələ əsasən A çıxılsın B fərqini deyir tapın. İlk öncə baxıram ki, 8-i 6-ya vurublar, 48 alıblar. Biz 8-i 7-yə vururuq, 56 alıb. Demək, A-nın qiyməti 56-dır. B-ni tapmaq üçün 6-nı 9-a vururam, 54 tapıram. 56-dan da 54 çıxanda qalır 2. 1-ə uyğun olduğu A variantı. 2. Müəllimin sualının cavabı hansı variantda deyir düzgün verilmişdir? 9-un 8 pisindən 9-un deməli vururuq 8-ə. 124 vahid böyük olan ədəd deyəndə üstünə də 124-ə gəlirik. 72 üstünə də 124 gələndə cavab alırıq 6, 196. 2-yə də uyğun olacaq C bəndi. 3. Babəkin şkafında 4 rəf, hər rəfdə 9 kitab var. Babəkin deyir cəmi neçə kitab var? Bunun üçün 4-ü 9-a vururam, eləyir 36. Cavab olacaq 36 kitabı var. 3-ə də uyğun oldu B bəndi. 4. 4-də biz burada ilk öncə necə edirik? Yaşıl ulduzu tapırıq, çünki burada bir dənə məchul var. 60-ı bölürəm 10-a, edir 6. Ulduzu tapdıqdan sonra gətirib qoyuram yerinə. Fikirləşirik ki, 8 elə bir rəqəmə vurmalıyıq ki, sonu 6 ilə bitsin. Məsəl üçün, 1-ə vuranda 8 edir, 2-yə vuranda 16 edir, 3-ə vuranda 24, 4-ə vuranda 32, 5-ə vuranda 40, 6-ya vuranda 48, 7-ni 8-ə vuranda 56 edir. Yəni, demək ki, biz burada ya 7 vur 8 götürə bilərik 56 eləməsi üçün. Ya da 2 vur 8 götürə bilərik 16 eləməsi üçün. İndi əgər mən burada 16 götürürəmsə 1 vurulsun 9, 9 eləyir. Yəni burada amma 2 rəqəmli olubdur. Ona görə mən bunu 7 götürürəm. 56 alıram. 5 oldu. 5-i də 9-a vuranda 45 alırım. İndi hansı variant doğru ola bilər? Baxaq. Bizdə sarı üçbucaqlı, yəni sarı kvadratımız 5-dir. Üçbucağımız, ulduzumuz 6-dır. Dairəmiz 4-dür. Yoxlayaq. 4-ü 5-ə vuranda 20 eləyir. Amma 5-i 6-ya vuranda 30 eləyir. Burada 11 yazıblar. 4-ü məsəl üçün burada 6-ya vuranda 24 eləmək. Deməli, doğru cavabımız olacaq B bəndi. 4-ə də uyğun oldu B bəndi. 5. Tərəzinin tarazlıqda qalması üçün ulduzun yerinə deyir neçə yazılmalıdır? Bunun üçün ilk öncə 345-dən 281 çıxıram. 4, 6, 64 qaldı. 8-dən neçəyə vuranda 64 edir? 8-ə. Ulduz olacaq B bəndi. 6. Hansı müqayisə doğru deyil deyir? 4-ü 10-a vuranda 40 eləyir. 8-i 5-ə vuranda 40 eləyir. Və 40 40-dan böyükdür? Xeyr. Doğru deyil. 45 eləyir, 24 eləyir, böyükdür. 48 eləyir, 80 eləyir, kiçikdir. Deməli, doğru olmayan A variantı olacaq. 7. Verilmiş əməl nəticəsi hansı modelə uyğundur deyir. 9 9-a vuranda 81 eləyir. 10, 20, 30, 40, 50, 60, 70'dir burada. 10, 20, 30, 40, 50, 60, 70, 80, bu da 81. Doğru cavabımız olacaq 7-də A variantı. 8. 9 paket konfetin qiyməti neçə manat olar deyir. Bunun üçün 9-u 6-ya vururam, eləyir 54 manat. 8-ə də uyğun olacaq B bəndi. 9. 3-dən 8 dəfə böyük olan ədəd 24-dür. 4-dən 10 dəfə böyük olan ədədimiz də 40-dır. Bu ədədlərin cəmi neçədir deyir? 64 eləyir. 8-ə 8-ə vuranda 64 eləyir. 9-a da uyğun olacaq C bəndi. 10. 2-ni 9-a vuranda 18 eləyir. 3-ü 6-ya da vuranda 18 eləyir. 16, bu da 20 eləyir. Hər ikisində 18 olan 1 və 2 oldu. Ona uyğun olacaq A variantı. 11. Verilən ədədlərin hasilini onluqlara qədər yuvarlaşdırdıqda neçə olur deyir. 72 eləyir. Bunu da onluqlara qədər yuvarlaşdıranda 70 alırıq. Burada 80 alırıq. Burada 90 alırıq. Burada 70 alırıq. Demək 70 olan A variantı oldu.
8 Mart'ta Xəyal ailənin bütün qadınlarına bir buket gül alıbdı. Ailədə 5 qadın olduğuna görə cəmi neçə gül aldı deyir. 10 ədəd güldür və 5 də qadın var. 5-i ona vururam, eləyir 50. Gəldik test 26-ya. Aydanın 4 karandaş və 2 dəftər üçün verdiyi pul aşağıda göstərilibdir. Deməli 18 qəpik, bir də 40 qəpik. Toplayırıq ümumi. 58 qəpik pul eləyir. Deyir ki, buna görə o bir karandaş bir dəftər üçün neçə qəpik ödədi. Əgər 2 dənə dəftər alıbsa, 18 qəpik veribsə, 18-i 2-yə bölürəm. Olur 9 qəpik. 40 qəpik verib 4 dənə karandaşa. Bunun üçün 40-ı bölürəm 4-ə, eləyir 10 qəpik. Bir karandaş və bir dəftər üçün nə qədər pul ödəyib deyəndə 10 qəpik burada, 9 qəpik də burada. Ümumi eləyir 19 qəpik. 1-ə uyğun oldu B bəndi. 2. 4-ə bölünən ən kiçik 2 rəqəm nədir? Ən kiçik 2 rəqəmli ədədimiz 12-dir. 220 ədədin yüzlük və onluq mərtəbəsindəki rəqəmlərin hasili yüzlük 2-dir, onluq da 2-dir, hasil də 4 eləyir. Bunların da nisbəti eləyəcək 3. 2-yə də uyğun oldu A variantı. Aşağıdakı sxemə görə riyazi ifadəni seçməliyik. 24-ü 1, 2, 3, 4, 5, 6. 6 yerə bölürük. Yəni 4, 4 azalır. 3-ə uyğun olacaq C bəndi. 4. Mən 25-dən 5% böyük olan ədədəm deyir. 25-in üzərinə 5 gəlirəm, eləyir 30. 5 dəfə kiçiyəm deyir. Kiçikdirsə 5-ə bölürəm, eləyir 6. 4-ə də uyğun olacaq B bəndi. 5. Deyir, modeldə verilmiş ədəddən 5 dəfə az olan ədəd hansıdır deyir. 30, 33, 34, 35, 35'dir. 5 dəfə az olan ədəd deyəndə 35 5-ə bölürəm, olur 7. Bizə 7 olan lazımdır. 1, 2, 3, 4, 5, 6, 7. Yəni 5-ə də uyğun olacaq A variantı. Hərflərin ifadə etdiyi rəqəmləri tapın, misalı həll edin deyir. Burada 3-ə vuranda 9 alınıbsa, məsəl üçün A-mız 3-dür. 9-u neçəyə vuranda 81 alınıb? 9-a. B-miz də 9-dur. C isə A ilə B-nin cəmidir. 3 ilə 9-un cəmi eləyir 12. C-ni tapdım 12. 12-ni də 3-ə böləndə 4 alırıq. Hər bir hissənin uzunluğu neçə metrdir deyir. 40 metr parçanı 4 yerə bölüblərsə 40-ı 4-ə bölürəm, eləyir 10. Verilmiş çıxma əməlləri hansı bölmə əməlini ifadə edir deyir. Gördüyünüz kimi hər dəfə 4 vahid azaltmışıq. 12-ni neçə yerə bölürəm? 3 yerə bölürəm, olur 4. Və yaxud da 12-ni 4 yerə bölürəm, 3. Cavab olacaq 8-də B bəndi. 9-da sual işarəsi yenə yazılacaq ədədlərin cəmini istəyir. 16-nı 2-yə böləndə 8 alıram. 15-i 5-ə böləndə 3 alıram. Və 8 ilə də 3-ün cəmi eləyir 11. 10. Agün mağazadan 45 səhifəlik bir nağıl kitabı aldı. O bir saata 5 səhifə oxuyarsa, neçə saata kitabı oxuyub bitirər? Bunun üçün 45-i 5-ə bölürəm, olur 9. Ona da uyğun olacaq B bəndi. 11. Uyğun müqayisə işarələrini seçməliyik. 40-ı 5-ə böləndə 8, 36-nı 4-ə böləndə 9. 8 9-dan kiçikdir. 18-i 3-ə böləndə 6, 20-ni 5-ə böləndə 4 edir. 6 4-dən böyükdür. Birinci kiçik, sonra isə böyük işarəsi olacaq. 11-ə də uyğun oldu A variantı. 12. Verilmiş ədədlərin fərqindən 3 dəfə kiçik olan ədəd neçədir deyir. Bunun üçün 424-dən 397 çıxıram. Burada da qaldı 27. 27-dən də deyir ki, 3 dəfə kiçik olan ədəd. 27-ni də 3-ə bölürəm, 9. 12-yə də uyğun olacaq C bəndi. Gəldik test 27-yə. Burada verilmiş ədədlərin cəmindən 4 dəfə kiçik olan ədəd istəyir. Bunun üçün 12 ilə 24 toplayıram. 6, 36. 4 dəfə kiçik deyəndə bölürəm. 1-ə uyğun olacaq C bəndi.
Modeldə verilmiş ədədə 3 dəfə azaltsaq deyir neçə vaid azalar? 20, 23, 24, 25, 26, 27. 3 dəfə azaltsaq deyəndə 27-ni 3-ə bölürəm, eləyir 9. Neçə vaid azalar deyəndə də 27-dən 9 çıxıram. 18. Bizdə burada 18 lazımdır. Cavab olacaq B bəndi. 2-yə də uyğun oldu B bəndi. 3. Hansı misalların nəticələri bərabərdir deyir. 2-ni 3-ə vuranda 6. 2-ni 2-yə vuranda 4. 8, 6. Birinci və ikinci misalların cavabları bərabərdir. 3-ə uyğun olacaq B bəndi. 4-də indi ilk öncə mən 145 ədədini onluqlara qədər yuvarlaşdırıram. 145-i onluqlara qədər yuvarlaşdıranda 150 alırıq. Deməli, bizdə qırmızı üçbucaq 150-dir. Sonra 150-dən 118-ə çıxıb ulduzu tapıram. 2, 4-dən də 1 çıxanda 3, 32. 32-ni də 4-ə böləndə 8 alırıq. Deməli, sarı kvadrat 8-ə bərabər olacaq. Verilmiş ədəddən 49 vaid kiçik olan ədədin 5-ə bölünməsindən alınan qisməti istəyir. Verilmiş ədədimiz 84-dür. 49 vaid kiçik olanda burada 5 qalır, 35. Bunun da 5-ə bölünməsindən alınan ədədimiz 7-dir. 5-ə də uyğun olacaq C bəndi. 6. 3 tısbağa öz aralarında yarış keçirdilər. Hər birinin 1 dəqiqədə getdiyi məsafə cədvəldə qeyd edilibdir. Buna əsasən 12 metrlik məsafəni ən qısa zamanda qət edən tısbağa istəyir. Gəlin bir-bir bölək. 12-ni 2-yə bölürəm 6. 12-ni 3-ə bölürəm 4. 12-ni 4-ə bölürəm 3. Ən qısa deyir ki, bizdə gedən istəyir. Burada da hansı olacaq? Yaşıl tısbağa 3. Çünki bu 3 dəqiqəyə gedibdir. 6-ya da uyğun oldu C bəndi. 7. Nənəm pişirdiyi şəkər buraların yarısını əmimgilə verdi. Qalanlarını isə 3 uşaq arasında bərabər sayda böldü. 18 dənə nənəsi şəkər bura pişirib, yarısını əmsigilə verib. Yəni 9 dənəsini əmsigilə verib. Qalanlarını 9 dənəsi qalır. O 9-u da 3 uşaq arasında bərabər bölüb. Hər uşağa nə qədər düşür? 3 dənə. Cədvələ əsasən A vürusun B hasilini tapmalıyıq. 12-yi 3-ə bölüb 4 alıb. 12-ni 4-ə böləndə 3 eləyir. 24-ü 3-ə bölüb 8 alır. 24 4-ə böləndə 6 alır. Və bunların hasilini istəyir. 3-ü də 8-ə vururam 24. 8-ə uyğun olacaq A variantı. 5 topun birlikdə qiyməti 30 manatdırsa, bir topun qiymətini tapmaq istəyirsə 30-u 5-ə bölürük. Eləyəcək 6 manat. 9-a da uyğun olacaq B bəndi. 10. 27-ni 3-ə bölürəm, 9 alıram. 3-ü də 3-ə vuranda 9 alırıq. 8 eləyir. 32-ni də 4-ə bölündə 8 eləyir. 6 eləyir. Bu da 6 eləyir. Deməli, doğru cavabımız olacaq 10-da C bəndi. 16 dilim tortu 2 boş qablara yığmaq üçün neçə boş qab lazımdır? Bölürük, o da eləyir 8. Verilən misalda bölünəni onluqlara qədər yuvarlaqlaşdırsaq qismət necə dəyişir? Bu bölünəndir. Bunu onluqlara qədər yuvarlaşdıranda 30 alırıq. 30-u 5-ə böləndə 6 aldıq. Deməli, əvvəl qismətimiz 5 idi, sonra 6 oldu. 1 vahid nə oldu? Artdı. 5-in üzərinə 1 gələndə 6 eləyir. Gəldik test 28-ə. Burada 6-ya və ya 7-yə bölmədir. A təklikdir, B onluqdursa, hansı variant doğrudur? Uyğunluq pozulub, yəni deyir. Burada məsəl üçün B onluqdursa, 5-ə böləndə 10 eləyə bilməz. A təklikdirsə, məsələn, 5 dənədir. 5-i 5-ə vuranda 25 olur. Doğrudur. B onluqdur, 40-dır. Bu da 42-dir. B də təklik idi çünki. Bu da onluqdursa, məsələn, 50 ola bilər. 10, 20, 30, 40, 50. 50-ni də 5-ə böləndə 10 eləyir. Deməli, uyğunluq pozulan bizdə narıncı olacaq. 1-ə uyğundur B bəndi.
Modeldə verilmiş ədədin 7-yə bölünməsindən alınan qismət deyir. 1, 2, 3, 4, 5, 6, 63'tür. 63'ü 7'ye böləndə alırıq 9. Cavabları da 27'yi 3'e böləndə 9 alırıq. Burada bunun ən kiçik rəqəmli ədəd olarsa deyir. Ən kiçik rəqəmli ədədimiz 10'dur. 10 ilə 46'ını toplayanda 56 alıram. Deməli bu 56'dır. 56'ını da 7'ye böləndə 8 alırıq. 3'e uyğun olacaq B bəndi. 4'te bu ödəyən ən kiçik cüt ədəd. Burada ən kiçik cüt ədəd ödəyən bizdə 54'tür. Bunu ödəyən ən böyük cüt ədədimiz isə 6'dır. 54'ü də 6'ya böləndə 9 alırıq. Cədvəldə qalanına uyğunluğu müəyyən edirik. Bunun neçəyə bərabər olduğunu tapırıq. Məsələn, 4'ü 6'ya vuranda 24, 6'ın 9'a vuranda 54, 6'ın 7'ye vuranda 42. Cavab olacaq 7. 6. İt yuvasından ağaca qədər yolu 7 dəqiqəyə gedir. İt 3 dəqiqəyə neçə metr yol gedər deyir. 63 metr yoldur. Bunu 7 dəqiqəyə gedir. 9 eləyir. 3 dəqiqəyə nə qədər yol gedər deyəndə 3'ü də 9'a vururam. 27. 6'ya da uyğun olacaq C bəndi. Hansı uşağın söylədiyi fikir səhvdir deyir. 7 böləndir doğrudur. 63 bölünən də doğrudur. Amma 9 hasildir. Bu yanlışdır. 9 bizdə burada qismətdir. Bir qutu şokoladın qiyməti verilibdir. 5, bu da 6. Ümumi 6 manatdır. 54 manata neçə belə qutu şokolad almaq olar? Bunun üçün 54'ü 6'ya bölürəm, eləyir 9. 8'e də uyğun oldu A variantı. 9. Müəllimin sualını hansı şagird düzgün cavablandırmışdır deyir. 56'dan 7 dəfə kiçik olan ədəd. Bunun üçün 56'nı 7'ye bölürəm, 8. 32'nin cəmi hansına bölünmür deyir. 4'e bölünür, 5'e bölünür ama 7'ye bölünmür. 9'a uyğun olacaq C bəndi. Hansı üç bucaqdakı sual işarəsinin yerinə 6 yazılmalıdır deyir. Burada məsəl üçün 9'u 5'e vuranda 45 eləyir. 6'ını 7'ye vuranda 42 eləyir. 8'e vuranda 48 eləyir. Ona uyğun olacaq C bəndi. Ədəd tərəzisinə görə sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Saysaq 1, 2, 3, 4, 5, 6, 7 dənədir. Bunun üçün 49'u 7 yerə bölürəm, olur 7. 55 litr suyu 6 litrlik bidonlara doldurdular. Neçə bidon tam doldu? Yəni 55'i 6'ya bölürük. 6 və 9 54 edir. Qalığımız isə 1 olur. 9 dənə bidonumuz tam olur. Gəldik test 29'a. Modeldə verilmiş ədədlərin fərqini 7 dəfə azaltmalıyıq. 1, 2, 3, 4. 412'dir. 3, 1, 2, 3, 4, 5, 6, 7, 8, 4. Bu da 384'tür. 412'den 384'ü çıxıram. 2 aldıq 28. Bunu da 7 dəfə azaldırıq, olur 4. 1'e uyğun olacaq B bəndi. Tərəzinin tarazlıqda qalması üçün ulduzun yerinə neçə yazılmalıdır? 48'i 6'ya böləndə 8 alırıq. 56'ını da 7'ye böləndə 8 alırıq. Cavab olacaq 7. 3. Birinci səbətdə 24 gül, ikinci səbətdə isə 30 gül var. Bu gülləri 6-6 birləşdirib buketlər düzəltdilər. Neçə buket gül düzəldi? Toplayırıq 54. 54'ü 6'ya bölürük, olur 9. 3'e de uyğun olacaq C bəndi. Fərhad uzunluğu 50 cm olan lentin 1 cm-ni kəsdi. Bunun üçün 50'dən 1 çıxıram, olur 49. Və bunu 7 bərabər hissəyə böldü. Hər bir hissənin də uzunluğu neçə oldu? 7 cm. 300'dən 240% kiçik olan ədəd deyirsə, 300'dən 240'ı çıxırıq ilk öncə. 60. 6 dəfə də kiçik olan ədəd deyəndə 6'ya bölürük. Hansı müqayisə doğru deyil deyir. Burada 7 eləyir, burada 5 eləyir. Burada 5 eləyir, 3 eləyir. 5 3'dən kiçikdir, xeyr, doğru deyil.
Hansı variantda verilən ədədlə bağlı düzgün fikir verilmişdir deyir. 24 ədədini 6-ya böldükdə alınan qismət, yəni 4, böləndən böyükdür, yanlışdır. 42 ədədini 7-yə böldükdə alınan qismət həmin ədədin rəqəmlər cəmidir, doğrudur. 8 ədədini 6-ya böldükdə alınan qismət bölənə böl yanlışdır. Doğru cavab olacaq 7-də B bəndi. 8. Verilmiş sxemə uyğun riyazi əməl hansıdır deyir. 48-i 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 yerə bölürük. Yəni alacaq olacaq 8-də A variantı. Mağazaya hər birinin kütləsi 7 kiloqram olan kisələrdə kartof gətirilibdir. Gətirilən kartofun ümumi kütləsi 63-dür. Neçə kisə kartof gətirilib? Cavab olacaq 9. 9-a uyğun olacaq C bəndi. Ədədlərdən neçəsini onluqlara qədər yuvarlaşdırıb 7 dəfə azaltsaq qismət 10 eləyir deyir. Bunu onluqlara qədər yuvarlaşdıranda 60 alırıq. 70, 70, 70, 70. Burada 40 olur, 40 olur, 60 olur, burada da 50 olur. 7 dəfə azaldanda 10 eləyəndə bizə gördüyünüz kimi 4 dənəsində olur. Cavab olacaq 10-da A variantı. Hansı əməl nəticəsi modellə verilmiş ədəddən 6 dəfə kiçikdir? 40, 42, 44, 46, 48-dir. Bundan 6 dəfə kiçik cavab 8 eləyir. Cavabı 8 olan 16 bölünsün 2-dir. Sual içərisində yeni hansı rəqəm yazılmalıdır deyir. 32 eləyir burada. 35 eləyir. Bu da 5 eləyir. Cavab olacaq 12-də A variantı. Və test 30. Iyirmi yeddini 9-a böləndə 3 alırıq. 32-ni 4-ə böləndə 8 alırıq və 3 8-dən kiçikdir. 64-ü 8-ə böləndə 8 alırıq. 42-ni 7-yə böləndə 6 alırıq. 8 6-dan böyükdür. 9, 9 və bir-birlərinə bərabərdir. Cavab olacaq 30-da 1-ə A. 2. Verilənlərə əsasən hansı bərabərlik səhvdir deyir. A-mız 8-dir, çünki 56 eləyir. Burada 9-dur. Burada 4-dür B-miz. Bu da 64'tür. D'miz 6'dır. B'miz 4'tür. D 6'dır. C də 9'dur. B bizdə 4 idi. A da 8 idi. Gördüyünüz kimi səhv olan bizdə C bəndi olacaq. Zooparkda şir 10 günə 60 kiloqram ət yeyir. Bir günə neçə kiloqram ət yeyir? Bunun üçün 60-ı 10-a bölürəm, eləyir 6. 3-ə uyğun olacaq B bəndi. 4. Hansı torbalardakı bütün ədədlər 9-a bölünür deyir. Məsələn, 36 9-a bölünür, 54 9-a bölünür, 18 9-a bölünür. Sonra 9 9-a, 27 9-a, 45, 54, 81. Ona görə qırmızı və yaşıl olacaq. Sevinç müəllim 24 dəftəri 8 şagird arasında bərabər olaraq paylayıbdır. Hər uşağa neçə dəftər çatıbdır? 3. Bölünənimiz 10, 20, 30, 32-dir. Bölənimiz isə 3, 4, 5, 6, 7, 8-dir. Cavab qismət neçə eləyir? 4. 6-ya da uyğun oldu B bəndi. Uyğunluğu müəyyən etməliyik. 3 vur 9 hasili 27 eləyir. 2 vur 7 hasili isə 14 olur. Neçə vahid çoxdur deyəndə 27-dən 14 çıxıram. Cavab eləyəcək 13. Birinciyə uyğundur C bəndi. 45 üstəgəlsin 11 cəmi eləyir 56. Bu da eləyir 8. Böləndə neçə alırıq? 7. 2-yə də uyğun olacaq B bəndi. 72 ilə 9-a böləndə 8 alırıq. 3-ə də uyğundur A variantı. 8. Modellə verilmiş misalın nəticəsinə hansı fikir uyğun deyil deyir. Burada 40-dır. Burada isə 4, 8-dir. 40-ı 8-ə böləndə 5 alırıq. Tək ədəddir, bəli. 5-ə bölünən ədəddir, bəli. Amma cüt ədəddir, yanlışdır.
Yuxarıdakı məntiqə görə 5-ci qrupu tapmalıyıq. Məsələn, 27-ni 3-ə böləndə 9 eləyir, 9 eləyir, 9 eləyir, 9 eləyir. Cavabı 9 olan, məsələn, 45-i 5-ə böləndə 9 eləyir. 9-a uyğun olacaq A variantı. 48-i 6-ya böləndə 8, 8 eləyir. Bir-birlərinə bərabərdir. 9, 20 eləyir, kiçikdir. 8, 2, 12 eləyir. Bu da kiçikdir. Bərabər, kiçik, kiçik. Ona da uyğun olacaq A variantı. Nuray verilən toplama əməlini hesablayıb, alınan cəmi soldan ilk 2 rəqəmindən ibarət ədədi 3-cü rəqəmə böldü. Nuray qismətdə deyir neçə aldı? Toplayırıq 9, 11 bir yadda, 81. Yəni 81-i biz burada bölməliyik 9-a, cavab alırıq 9. Verilmiş bölmə əməli nəticəsi ilə eyni olan bölmə əməli aşağıdakılardan hansıdır? 36-nı 4-ə böləndə 9 alırıq. 90'ı da 10'a böləndə 9 alırıq. 45'i də 9'a böləndə 5 alırıq. Burada 3 alırıq. 9 olan 12'də A variantı olacaq. Test 31. Fikrimdə tutduğum ədədi 9 dəfə azaltdıqda 42-dən 7 dəfə az olan ədəd alınır. 42-ni 7-yə böləndə 6 alıram. Deməli, hansı ədəddir ki 9 dəfə azaldıb 6 almışıq? X-də tapmaq üçün 6-nı 9-a vururuq, eləyir 54. Test 31-də 1-ə uyğundur A variantı. Diaqrama əsasən mağazadakı oyuncaqların sayı haqqında hansı fikir səhvdir deyir. Atların sayı, məsəl üçün topların sayından 2 dəfə çoxdur. Atların sayı 16-dır, topların sayı 8-dir. Həqiqətən də 2 dəfə çoxdur, doğrudur. Topların sayı maşınların sayından 3 dəfə azdır. Bəli, 24 8-ə bölündə 3 dəfə olur. Amma maşınların sayı atların sayından 2 dəfə azdır, yanlışdır. 2-yə uyğun olacaq C bəndi. 45 mənzildən ibarət bina 9 mərtəbəli binanın hər mərtəbəsində neçə mənzil var deyir. 45-i 9-a bölürük, eləyir 5. 3-ə uyğun olacaq A variantı. 27-ni 3-ə böləndə 9 alıram və burada 9 olan 90 bölünsün 10-dur. Toplayanda 35 alırıq, bu da 35 eləyir, 40 alırıq, bu da 40 eləyir. Doğru cavabımız olacaq 4-də B bəndi. Turalın neçə yaşı var deyir. Mənim yaşım 36-dan əvvəl və sonra gələn ədədlərin cəminin 8-ə bölünməsindən alınan qismətdir deyir. 37, 35 toplayırıq. 72. 8-ə bölünəndə isə alınır neçə? 9. 5-ə də uyğun olacaq B bəndi. Hər 5-i 10 vahid azaldın deyir. Çıxırıq 10-u, olur 45. Alınan nəticəni də 5 vahid azaldın. 40 və 1 vurulsun 8 hasilinə bölün. Eləyəcək cavab 5. 7-də 63-dən 7 çıxırıq. Alırıq 56. 56-nı 8-ə bölürük 7. 7-ni 5-ə vururuq 35. Deməli, bu 35-dir, bu 7-dir, bu da 56-dır. Cavab olacaq 7-də, yəni A variantı. Burada amma yerlər dəyişikdir. 2 versiyası. 7 35'dir, amma D-yə yazılıbdır. D-yə 53'dür. Ona görə cavab olacaq C bəndi. Əvvəl elə bildim, eyni cavablar yazdılar. Sonra fikir verdim ki, yerləri sadəcə dəyişilibdir. 8. Modelle verilmiş əməldə çıxılanı 8 dəfə azaldıb. Baxaq. 10, 20, 30, 40, 50, 60, 61, 62, 63, 64, 65, 66, 67 ədədimiz var burada. Və çıxılanımız isə 30, 31, 32-dir. Bu 32-ni 8 dəfə azaldırıq. Eləyir 4. Alınan qisməti 4 dəfə də artırırıq. Hasil neçə olar? 16. Mənim nömrəm ən böyük rəqəmli ədədin rəqəmlər cəmidir. Ən böyük rəqəmli ədəd 99-dur. Rəqəmlər cəmi eləyəndə 18 alır. 3 vurulsun 3 hasilindən, o da deyir 9. Bölünməsindən alınan ədəd deyirsə, bölürük, olur 2. 10. Burada 6-nı 5-ə vuranda 30 eləyir. 9-u 9-a vuranda 81 eləyir. Burada da 1 qalır. Bu da 6 idi, 2 eləyəcək. Gül 2 olur.
2 bu doğrudur. Amma 6 ilə məsəl üçün 9-u toplasaq ödəmir. Deməli, doğru cavabımız olacaq 10-da B bəndi. Verilmiş fikirlərdən neçəsi doğrudur deyir. 40 ədədi 5-in 8 qatıdır. Doğrudur. 64 ədədi 8-in 8 qatıdır. Doğrudur. 18 ədədi 2-nin 8 mislidir. Yanlışdır. Ədədi 1-ə vurduqda hasil 1-ə bərabərdir. Yanlışdır. 48 bölünsün 8 qisməti 6 edir. 9-dan kiçikdir. Bəli, bu da doğrudur. Neçə dənəsi doğru oldu? 3 dənəsi. 8-i 3-ə vuranda 24, 4-ü 6-ya vuranda 24. 2, 7. 30, 30 bərabərdir. Demək, 2 dənə bərabərimiz var, bir dənə də kiçik işarəmiz var. 12-yə də uyğun olacaq C bəndi. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.